Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugünkü videoda biz xüsusi sual cümlələrindən bəhs edəcəyik. İngilis dilində xüsusi sual cümlələri special questions adlanır və yaxud da WH questions və yaxud da how questions şəklində biz bunu ifadə edə bilirik. Xüsusi sual cümlələri adından da göründüyü kimi xüsusi olaraq hər hansı bir şey soruşur bizdən. Bundan öncəki videoda mən ümumi sualdan bəhs etmişdim. Ümumi sual bilirsiniz ki, ümumi olaraq cümlənin bütün məzmununa verilir və hə, yox cavabı bizdən istənilir. Amma xüsusi suallarda isə bizdən xüsusi olaraq nəsə soruşulur. Kim olduğumuz, neçə yaşımız olduğumuz, harda olduğumuz, necə olduğumuz, niyə və s. bu kimi səbəblər soruşulur. Ona görə də biz bunlara xüsusi sual cümlələri deyirik. Və təbii ki, xüsusi sual cümlələri də xüsusi sual sözlərinin köməkliyi ilə düzəlir. Xüsusi sual sözləri dediyindən nəzərdə tuturuq what, who və s. Yəni ümumiyyətlə sual, xüsusi sual sözlərindən istifadə etməklə sual cümlələrimizi yaradırıq. Ümumiyyətlə cümlələr haqqında bəhs edərkən mən bunu iki qrup şəklində sizə ifadə edəcəm. Birincisi bəhs edəcəyik biz mübtəda və onun təyininə verilən sualdan, mübtəda və onun təyininə verilən sual. İkinci növbədə bəhs edəcəyik digər cümlə üzərinə verilən suallardan. Deməli uşaqlar, İlk növbədə bəhs edək mübtəda və onun təyininə verilən sualdır. Mübtəda bilirsiniz ki, ingilis dilində subject adlanır, mübtəda və kim, yəni who, bir də what suallarını vasitəsilə düzəlir. Who və what bizdə subjectin, yəni mübtədanın sualı adlanır. Who, kim, what nə deməkdir? Bildiyiniz üzrə uşaqlar, əsas burada məsələyə fikir vermək lazımdır. Mübtədaya bir sual verərkən bir qayda şəklində bilməliyik ki, mübtədaya sual verərkən cümlənin quruluşu dəyişmir, cümlənin quruluşu qətiyyən dəyişmir. İkinci bir qaydamız ondan ibarətdir ki, köməkçi feillərdən istifadə edilmir, köməkçi feillərdən istifadə olmaz. Üçdə isə əgər indiki zamandadırsa, mütləq üçüncü şəxsin təkində feilin sonunda mütləq s və yaxud da es əlavə edilməlidir. Bir daha vurğulayıram, mübtədaya sual verərkən, yəni who və what ilə bir sual verərkən cümlənin quruluşu dəyişmir. Üzr istəyirəm, mən burada deyəsən dəyişir yazdım, amma dəyişmir. İkincisi, köməkçi feillərdən istifadə edilmir. Üçdə isə əgər indiki zamanda işlədiriksə, üçüncü şəxsin təkində feilin sonuna s və ya es əlavə edilir. Gəlin indi bunları cümlə üzərində biz izah edək. Məsələn, Leyla saw a dog in the street. Leyla küçədə it gördü. Leyla. Baxın, bizim cümləmizin mübtədası Leyladır. Yəni bildiyiniz kimi mübtəda cümlənin əvvəlində olur. Şəxslərlə ifadə edirik, canlıdırsa, cansızlarla da ifadə edərsək, o zaman what-a müraciət edəcəyik. Leyla canlı olduğuna görə biz ona who, kim ilə sual verəcəyik. Və gördüyünüz üzrə mən bu mübtəda sual verərkən sadəcə mən buradan Leylanı çıxardıb yerinə who istifadə edəcəm və cümlənin quruluşunu dəyişməyəcəm. Who saw a dog in the street? Kim küçədə it gördü? Baxın, Leylanın yerinə sadəcə mən who-nu qoydum. Gördüyünüz kimi cümlənin quruluşu dəyişmədi, eynən olduğu kimidir. Heç bir köməkçi feil əlavə etmədim, sadəcə Leylanın yerinə who qoydum. Və yaxud da ki, cansız bir mübtədası olan cümlə götürək. An accident happened yesterday. Dünən qəza baş verdi. An accident happened yesterday. Accident nə baş verdi? Qəza. Baxın, sadəcə accidentin yerinə what yazacağım. Cansız olduğuna görə what və cümlə axırı sual qoyuram. What happened yesterday? Yəni cümləmizin quruluşu dəyişmir. Sadəcə what və yaxud da who əlavə edirəm
və köməkçi feildən də istifadə etmirəm. Gördüyünüz kimi beləliklə mən sadəcə who və what əlavə etməklə mübtədanın sualını əmələ gətirmiş oldum. Yəni mübtədada əsas məsələ odur ki, uşaqlar, who-dan və what-dan sonra birbaşa mütləq xəbər gəlir. Birbaşa mütləq xəbər gəlir. Yəni burada who, what köməkçi feil falan yoxdur. Who və what-dan sonra birbaşa özü nə gəlir? Xəbər gəlir. Mübtədanın quruluşunda. İndi isə mübtədanın təyininə verilən sualdan bəhs edək uşaqlar. Belə deyək, təyin attribute biz adlandırırıq və mübtədanın təyinini sual verərkən ilk növbədə gəlin təyinin sualları ilə tanış olaq. Təyinin sualları which, hansı, what üstəgəl isim, bu da bərabərdir which-ə, hansı deməkdir. Daha sonra whose, kimin, how many, how much. Bunlar nə qədər deməkdir ikisi də? Sadəcə fərqi odur ki, how many-də cəm isim gəlməlidir özündən sonra, how much-da isə sayılmayan isim. Daha sonra which, what, whose, what kind of, what type of, hansı növ, hansı tip. Yəni bunlar uşaqlar təyinin sualları adlanır. Bir daha deyirəm, which hansı, what üstəgəl isim hansı, whose kimin, how many, how much cəm isim, yəni how many-də cəm isim olmalıdır, how much-da sayılmayan isim olmalıdır, what kind of, hansı növ, what type of, hansıdır və s. Və gəlin indi biz bunların mübtədanın təyini olduğu zaman cümlənin quruluşu necə olur onu qeyd edək. Bildiyiniz kimi ümumiyyətlə təyin ismi təyinidir, düzdürmü? Yəni özündən sonra təyinin suallarından sonra uşaqlar bircə onu yadda saxlayın ki, qeyd kimi bunu götürək. Əgər nöqtələrdən sonra isim gördünüzsə, yəni tutaq ki, boşluqdur və burada isim varsa, siz orada təyinin suallarından istifadə etməlisiniz. Təyinin sualları. Çünki təyin nəyə aiddir uşaqlar? Təyin isimlərə aiddir. Və təbii ki, təyin isimə aid olduğuna görə və nöqtədən sonra isim gəlibsə, mən orada mütləq təyin suallarına müraciət etməliyəm. Və təyinin sualları da ya mübtədanın qarşısında olur, ya da tamamlığın qarşısında olacaq. Amma biz ilk növbədə bəhs edəcəyik mübtədanın təyini. Və biz mübtədanın təyinə sual verərkən eynən mübtədaya sual verdiyimiz kimi cümlənin quruluşu dəyişmir, köməkçi feillərdən istifadə etmirik. Məsələn, a terrible accident happened yesterday. Bilirsiniz ki, mübtəda cümlənin əvvəlində olur və mübtədanın da qarşısında təyin var. Terrible. Dünən dəhşətli qəza baş verdi. Nə baş verdi? Qəza. Bu bizim nəyimizdir? Accident. Mübtədamız. Düzdürmü? Və terrible accident. Necə qəza? Dəhşətli qəza. Və bu da mübtədanın təyinidir. Mübtədanın təyini olduğu zaman sadəcə mən həmin təyinin yerinə təyinin sualını qoya bilərəm. Məsələn, which accident happened? What accident happened? What kind of accident? What kind of accident happened yesterday? Sadəcə terrible-ı götürməklə onun əvəzinə təyinin sualını qoyuram və cümləmin quruluşu dəyişmir. Bunu daha aydın şəkildə siz bir daha qeyd edin. Məsələn, gəlin belə yazaq. Terrible-ın yerinə sadəcə, məsələn, what accident? Bilirsiniz ki, what üstəgəl isim bayaq qeyd etdim. What üstəgəl isim bərabərdir hansıya? What accident happened yesterday? Dünən necə qəza baş verdi? Hansı qəza? Necə qəza baş verdi?
Baxın, cümlənin quruluşu accident happened yesterday. Eynən burada olduğu kimidir. Yəni heç bir dəyişiklik yoxdur. Heç bir köməkçi fe'l əlavə etmirəm. Sadəcə olaraq terrible-ı götürüb onun yerinə təyinli sualını qoyuram. Yəni mübtəda və onun təyinli sual verərkən bir daha vurğuluram. Cümlənin quruluşu dəyişmir, köməkçi fe'llərdən istifadə edilmir. Və bir də mübtədada onu mən qeyd etmədim. Orada üçüncü bir hal var idi, hansı ki, üçüncü şəxsin təkində indiki zamanda nə baş verirdi dedik? Fe'ilimizin sonunda mütləq s olurdu. Onu mən burada qeyd etmişdim indiki zamanda. Gəlin bir dənə ona da nümunə yazaq. Məsələn, they talk about him. Baxın, they, onlar onun haqqında söhbət edirlər. Mən burada they-in yerinə onlar canlı olduğu üçün kim yazıram? Who. Fe'limi üçüncü şəxsdə istifadə edirəm. Who talks. Who çünki bilinmir. Cəmə sual verilir, təkə sual verilir. Who özü kim tək deməkdir. Ona görə talk da indiki zamanda olduğuna görə mən who ilə sual verərkən mütləq xəbərimin sonunda s istifadə etməliyəm. Bu indiki zamana aiddir. Çünki who indiki zamanda fe'lin sonunda s istəyir. Çünki who özü kim deməkdir? Təkdədir. About him. Belə uşaqlar, mübtəda və onun təyinli sual verərkən köməkçi fe'l istifadə etmirik, cümlənin quruluşunu dəyişmirik və who ilə sual verərkən və yaxud da what ilə sual verərkən üçüncü şəxsin təkində indiki zamanda fe'lin sonunda s olmalıdır. Bu, mübtəda və onun təyinli verilən sualların qaydasıdır. Bir daha mən vurğuluram ki, mübtəda sual verərkən və birbaşa sual sözlərindən sonra xəbər gəlməlidir. İndi isə keçid edirik digər cümlə üzərinə verilən suallardan. Ümumiyyətlə, digər cümlə üzərinə sual verərkən sual cümləsinin quruluşu bu şəkildə olur. Sual sözü, birinci, köməkçi fe'l, mütləq, köməkçi fe'l, mübtəda, xəbər və digər cümlə üzvləri. Digər cümlə üzvləri. Bir daha deyirəm, sual sözü, köməkçi fe'l, mübtəda, xəbər. Yəni əsas məsələ bax bura qədər bizim quruluşumuz düz gəlməlidir. Mübtədaya sual verərkən sual sözü birbaşa xəbəri, düzdür? Bu mübtədanın sualı idi. Mübtədanın sualı. Eləcə də mübtədanın təyini. Sual sözündən sonra xəbər. Amma sual sözü, köməkçi fe'l, mübtəda, xəbər bu isə aiddir digər cümlə üzərinə verilərkən. İndi gəlin baxaq. İlk növbədə tamamlığına baxaq. Tamamlıq bilirsiniz ki, object adlanır ingilis dilində. Tamamlığın sualı da yenə who, kimi, what, nəyi, whom, kimi. Bura kimi, kimə də aiddir. Təbii ki, kimi, kimə, nəyi, nəyə və s. deyə bilərik. Deməli uşaqlar, gördüyünüz kimi bu who, what, whom onsuz da məlumdur ki, tamamlığın sualıdır. Amma who, what təkcə tamamlıqda deyil, eyni zamanda biz bunu mübtədada da görürük. Gəlin indi biz qarşılaşdırma edək. Həm mübtədanı sual verərkən, həm tamamlığı. Öncəki cümləni qeyd edək. Leyla saw Tom in the street. Daha doğrusu öncəki cümlə yox, biraz daha fərqli. Leyla saw Tom in the street. Leyla küçədə Tomu gördü. Kimi gördü? Bu cümləmizin mübtədası Leyladır. Kim Tomu gördü? Və biz mübtəda sual verərkən sadəcə necə yazacağıq? Who saw Tom in the street? Tomu küçədə kim gördü? Mübtədamız cümlənin harasında olur? Bir daha vurğulam, əvvəlində. Və Leylanın əvəzinə sadəcə bir dənə nə yazdım? Who yazdım. Oldu mübtədanın sualı. Və birbaşa nə gəlir who'dan sonra görürsünüz? Xəbər. Gəlin indi bu cümlənin tamamlığına sual verək. Tamamlıq uşaqlar əksər hallarda dayanır harda? Fe'ilimizdən sonra. Yəni fe'ldən sonra dayanır tamamlığımız. Leyla gördü. Kimi? Tomu. Gəlin indi Toma sual verək. Biz kimi dedikdə biz buna who ilə də sual verə bilərik, whom ilə də sual verə bilərik. Düzdür? Who, whom. Və bizim mübtədadan fərqli olaraq digər cümlə üzərinə sual verərkən cümləmizin quruluşunu necə qeyd etdik uşaqlar?
sual sözü, köməkçi feil, mübtəda xəbər. Düzdürmü? İndi mən Toma, yəni tamamlığa sual verdiyimə görə who və whom-dan sonra mütləq nə yazmalıyam? Köməkçi feil. Mən indi baxıram nəyə uşaqlar? Köməkçi feilimi necə tapıram? Təbii ki, feilimə əsasən tapıram. Mənim feilim burada sodur. So hansı zamandadır? Görmək feilinin sinin keçmiş formasıdır. Düzdür? Past simple-ında suala nə ilə düzəlir? Did ilə. Bu zamanlarda keçmişdir. Deməli, who və whom-dan sonra mən nə qeyd edəcəm? Did. Köməkçi feil. Daha sonra quruluşda nə gəlməlidir? Mübtəda. Cümləmin mübtədası nədir? Leyla. Leylanı yazdım. Deməli, sual sözü, köməkçi feil, mübtəda, yerdə qalıb nə? Xəbər. Xəbərim də sodur və mən burada necə yazacağam? See. In the street. Nəyə görə see yazdım uşaqlar? Bir daha bunu təkrar edək. Çünki biz demişdik ki, past simple keçərkən did istifadə olunarkən feil qayıdır əvvəlki halına. Mən burada did so yazsam, bu yanlışdır. Çünki did olduğu zaman feil dönməlidir əvvəlki halına. Deməli uşaqlar, who ilə whom-u, daha doğrusu whom-u və what-u mübtədan sonradan fərqləndirən cəhəti nə oldu? Özündən sonra köməkçi feil gəlməlidir. Bir daha bunu bu şəkildə yazaq ki, əgər mübtədaya sual veririksə, sual sözündən sonra birbaşa xəbər, yox əgər tamamlığa sual veririksə, sual sözündən sonra köməkçi feil, mübtəda, xəbər şəklində olmalıdır quruluş. Mütləq. Məsələn, I və yaxud da I olmasın deyə kişi olsun. She bought a book. O kitabı aldı, düzdür? Nəyi aldı? Kitabı. Cansızdır, what-la qeyd edək. Baxın, what-la. Yenə deyirəm, cümlənin mübtədası sadəcə əvvəldə olur və tamamlıqsa harda dayanır? Feildən sonra. İndi bunu necə yazacaq? What, tamamlığa sual verdiyimə görə mən burada nə etməliyəm? Köməkçi feil. What keçmiş zamandadırsa did. Daha sonra cümlənin quruluşuna görə gəlməlidir. Köməkçi feildən sonra mübtəda, yəni she, what did she? Daha sonra xəbərim by. Nəyə görə by yazdıq? Çünki did olduğu zaman both qayıdır əvvəlki halına, yəni by-a, birinci formasına. What did she buy? Yəni siz bunu gördüyünüz zaman artıq what-dan sonra köməkçi feil görürsünüz. Deməli bu nədir? Birbaşa olaraq tamamlığın sualıdır. Aydındır uşaqlar? Yəqin ki, mübtəda ilə tamamlıq arasındakı fərqi izah edə bildim. İndi gəlin uşaqlar tamamlığın təyinini sual verək. Tamamlığın təyini. Çünki mən qeyd etdim axı təyin həm mübtədanı da izah edə bilir, təyin edə bilir. Həm tamamlığı da. Məsələn, deyək ki, she likes horror movies. O xoşlayır nəyi? Baxın tamamlıq. Filmləri. Necə filmləri? Sual. Necə filmləri? Qorxulu filmləri. Horror. Gördüyünüz kimi burada horror nədir? Təyindir. Düzdür? Amma nəyin təyinidir? Tamamlığın təyinidir. Çünki nəyi xoşlayır? Filmləri xoşlayır. Və cümlənin başında deyil ki, movies, mübtəda deyil ki. Ona görə biz bunu tamamlığın təyini adlandırırıq. Və eyni qayda ilə tamamlığın təyini olduğuna görə mübtədanın təyinindən fərqli olaraq yenə də sual sözü, köməkçi feil, mübtəda xəbər quruluşunda olmalıdır. Yəni tamamlığın təyinə də sual verərkən mütləq orada köməkçi feilimiz olmalıdır. Gəlin sual verək. Necə filmləri xoşlayır? Məsələn, what movies də deyə bilərik. Movies və yaxud da what kind of movies də deyə bilərik. Hansı tip filmləri, hansı növ filmləri. Və mütləq onu yada saxlayın. Təyinin suallarından sonra mən bayaq qeyd etdim, ismin özü gəlməlidir. Çünki Azərbaycan dilində soruşur, hansı filmləri xoşlayırsan? Yəni təyinin sualından sonra bəzən uşaqlar deyir ki, axı köməkçi feil gəlməlidir. Xeyr, təyinin sualından sonra ismin özü gəlməlidir. Horror movies yanındakı ismin mütləq özü gəlməlidir. Daha sonra köməkçi feili keçid etməliyik. What movies və yaxud da what kind of movies? Aha, köməkçi feilimiz hansı zamandadır baxaq? Likes. İndiki zamanda olduğuna görə üçüncü şəxsin təkində does olacaq. What movies və yaxud da what kind of movies does, sonra mübtəda she like. Və burada s yazmırıq çünki does olanda bilirsiniz ki s düşür. Bir daha vurğuluram. Təyinin suallarından sonra mütləq ismin özü gəlməlidir, sonra köməkçi və sonra mübtəda xəbər. Gəlin məsələn elə hamini hamıca aiddir nümunə yazaq, o da rahat olsun. Məsələn, she has 3 books.
Onun 3 dənə kitabı var. Burada 3 nə qədərdir və books cəm isim olduğuna görə mən təbii ki, buna how many ilə sual verəcəm. Çünki how many üstəgəl nə idi? Cəm ismi idi. Doğrudur? Deməli, how many books, yenə baxın, how many-də sonra mütləq ismin özünü yazdım, books-u, çünki təyin sualından sonra ismin özü gəlməlidir. Has indiki zamandadır. Does köməkçi feili, mübtədamı qeyd edirəm, she have. How many books does she have? Onun nə qədər kitabı var? Baxın, have-ə niyə yazdım? Has yaza bilmirəm, çünki does olanda demişik ki, h düşür. Qayıdır əvvəlki halına. Eyni qayda, əgər burada sayılmayan isim olsaydı, o zaman mən how much yaza bilərdim. How much. Sadəcə buradakı ismin cəmdirsə, how many, sayılmayan isimsə how much yazılmalıdır. Aydındır uşaqlar. Yəni ki, tamamlığın təyinində sual verərkən sual sözümüz, yəni isim öz yerində qalır. Köməkçi feil, mübtəda, xəbər şəklində biz bunu qeyd etməliyik. Yəni əsas detallar bunlardır. Bir də sual cümlələrini işləyərkən, yəni sual cümləsini test işləyəndə, məsələn, bu şəkildə verə bilər testlərdə. How many books she does have? Bu yanlışdır. Çünki cümlənin quruluşu necə olmalıdır? Sual sözü köməkçi feil birinci gəlməlidir. Və yaxud da how many have she, have she, belə ola bilər, have keçsin qabağı olmaz, have axı feildir, bu da yanlışdır. Və yaxud da bu şəkildə verə bilər, how many books she has, bu da yanlışdır, çünki köməkçi feil yoxdur. Yəni, test işlərkən bu formalardan işləyəcəksiniz. Və yaxud da testi quruluş düz ola bilər, do, does məsələlərində səhvliklər verə bilər. Məsələn, tutaq ki, verə bilər ki, where did she live? Baxırsınız ki, quruluş düzdür. Baxın, sual sözü, köməkçi feil, mübtəda, xəbər. Amma burada bəs səhv nədir? Səhv ondan ibarətdir ki, did olanda, bəs bizdəki bu ed düşməlidir axı. Olmalıdır necə? Where did she live? Aydındır? Bəzən belə olur. Yəni, cümlənin quruluşunu düz verirlər, amma do-does məsələlərində səhvliklər verirlər. Məsəl üçün, belə verə bilər. What did she bought? Təbii ki, bu yenə yanlışdır. Cümlənin quruluşu düzdür. Sual sözü, köməkçi feil, mübtəda, xəbər. Amma did olanda bought nə olmalıdır? Qayıtmalıdır əvvəlki halına. Və yaxud da what does she likes? Yenə də cümlənin quruluşu baxırıq ki, düzdür. Amma nə verib burada? Does olanda demişik ki, nə olmalıdır? S düşməlidir. Yəni, bu səhvlərə də, bu yöndə olan səhvlərə də fikir verməyə lazımdır uşaqlar mütləq şəkildə. Yəni, bunu biləsiniz. Bəzən cümlənin quruluşu düz olur, amma do, does, did bu kimi detallara görə təbii ki, variantımızı doğru hesab edə bilmərik. Daha sonra uşaqlar nəyi nəzərdə çatdıraq? Ümumiyyətlə, qeydlər şəklində işləyək birincisi, daha bizə rahat olsun. Deməli, uşaqlar, onu qeyd etdik ki, boşluqdan sonra birbaşa isim gələrsə, burada biz nə istifadə edəcəyik? Təyinin sualları. Biz bunu qeyd etdik, təyinin sualları. Məsələn, car was stolen. Maşını oğurlanıb. Aha. Variant verə bilər when. Variant verə bilər whose. Variant verə bilər who və s. Baxıram ki, boşluqdan sonra nə var burada? Car, yəni isim gəlib. Deməli, isim gəlibsə, mənim təyinim sualı hansıdır? Whose'dur. Və bilirsiniz ki, whose'dan sonra mütləq birbaşa nə gəlməlidir? İsim. Çünki təyin sualdır. Kimin maşını oğurlanıb? Daha sonra ikinci bir qeydimizə baxaq. Deməli, uşaqlar, əgər nöqtədən sonra, yəni boşluqdan sonra birbaşa xəbər gəlibsə, burada ya who olacaq, ya da what olacaq. Bu qaydanı yadda saxlayaq, mütləq. Boşluqdan sonra birbaşa xəbər gəlirsə, orada ya who'dur, ya da what'dur. Daha sonra üçüncüyə baxaq. Deməli, uşaqlar, əgər cümləmizin sonu, məsələn, tutaq ki, burada bir cümlədir və cümləmizin sonu söz önləri ilə bitirsə, söz önləri, məsəl üçün, in, for, of, with və s. Orada biz istifadə edəcəyik ya who, ya da what. Bir daha qeyd edirəm. Cümlənin sonu söz önləri ilə bitirsə, orada ya who, ya what. Amma əgər cümlənin sonunda from varsa və baxıram ki, variantda nə who var, nə what, orada V də işlənə bilər.
Yəni cümlənin sonunda from olanda o da söz önüdür təbii ki. Amma baxıram ki, variantda who da yoxdur, what da yoxdur. Yerdə nə qalır? Where. Məsəl üçün necə deyirik? Where are you from? Sən haralısan? Baxın bu şəkildə yaza bilərsiniz. Yəni from olanda orada where-nin də ola bilmə ehtimalını siz yadda saxlayın. Məsələn, nöqtələrdən sonra birbaşa of gəlirsə, bura nə daxil edə bilərik biz? Which olar, how many ola bilər, how much da ola bilər. How much. What kind of, what type of demirəm. Onlar da zaten yəni o cümlənin, yəni sualın özündə var of. Amma görürsünüz ki, məsələn, boşluqdan sonra of gəlirsə, birbaşa orada siz nə qoymalısınız? Ya which, ya how many, ya how much. Üçündən birini siz istifadə etməlisiniz. Aydındır uşaqlar? Daha sonra, əgər cümlədə belə deyək, daha belə rahat şəkildə olsun sizə, onu qeyd edək ki, when-lə, what time-la və how long ago-dan. Bunlardan sonra present perfect, yəni perfect belə deyək də, bitmiş zaman, present immediate bitmiş zaman gələ bilməz. Məsəl üçün, when have you gone cümləsini görürsünüz. Bəzən deyirlər ki, müəllimə düzdür də, sual sözü köməkçi fe'l mübtəda xəbər. Uşaqlar çaşa bilir. Sual sözü köməkçi fe'l, amma bu səhvdir. Niyə? Çünki when-dən sonra bitmiş zaman istifadə etmirik. Onun əvəzinə when did you go desək doğru olar. Amma bizim bitmiş zamanımızın sualı desəz nədir bəs? Bitmiş zamanın sualı düzəlir. How long bir də since when. Təkcə when'in özü yox, since when. How long have you been here? Neçə müddətdir ki, sən buradasın? Baxın, how long have you been? Bəli, bitmiş zaman istifadə edə bilərəm. Yəni, how long və since when-dən sonra bitmiş zamanımızın istifadəsi uyğun hesab edilir. Daha sonra bizim zaman zərflərimiz var, hansı ki, daha çox istifadə edilir indiki sadə zamanın zaman zərfləri. Often, sometimes, bəzən, every-dən olan ifadələr, every week, hər həftə, every month, hər ay, hər il, daha sonra twice a week, tutaq ki, həftədə 2 dəfə, twice a month, ayda 2 dəfə, once a week və s. Baxın, bu zaman zərflərinin sualı isə düzəlir how often-dan. Tutaq ki, cavab verir, sual verir orada, bir sualdır və cavabında verir ki, every week, hər həftə. Every week, hər həftə. Cavabda görürsünüz ki, baxın, hər həftə deyirsə, deməli bunu soruşurmuş və bunun sual sözünü nə qoymalıyam? How, often şəklində mən yazmalıyam uşaqlar. Well və badly-ni biz soruşuruq. Well və badly-ni how well ilə. Well və badly-ni isə how well ilə soruşuruq. Deməli uşaqlar, bir daha vurğulayıram ki, mübtəda və onun təyininə sual verərkən heç bir köməkçi fe'ldən istifadə etmirik, cümlə quruluşu dəyişmir. Amma digər cümlə özlərinə sual verərkən mütləq sual sözü, köməkçi fe'l, mübtəda və xəbərdən istifadə edəcəyik. Daha sonra uşaqlar, biz kimlik və vəzifəni soruşarkən, əgər kimliyi soruşuruqsa who, vəzifəni soruşuruqsa what ilə sual veririk. Məsələn, belə bir test görə bilərsiniz. Is he? Cavabında yazır he is Tom və yaxud da he is my father. O Tomdur və yaxud da mənim atamdır. Burada kimliyi soruşur, kimdir? Buna who ilə sual verəcəyik. Amma belə bir sual verirsə is he, cavabında isə yazır he is a doctor, yaxud da he is a lawyer. O həkimdir, o hüquqşünasdır. Görürsünüz ki, burada vəzifəsini soruşur. Vəzifəni soruşduğumuz zaman isə biz what ilə sual verəcəyik. Bir daha vurğuluram. Kimliyi soruşursa who, vəzifəni soruşursa cavaba əsasən. Baxıram ki, doktor verir, lawyer verir, yəni həkim olduğunu soruşur və yaxud da ki, hüquqşünas vəzifəni soruşduğu üçün biz ona what ilə sual verəcəyik mütləq. Yəni, test işləyərkən
xırda detallara fikir verin. Nöqtələrdən sonra birbaşa xəbər gördüksə who, what'dur. Cümlənin sonu əgər söz önü ilə qurtarıbsa who və yaxud da what'dur. From olarsa where olacaq. Nöqtələrdən sonra birbaşa isim gəlirsə orada təyin suallar olacaq. Nöqtələrdən sonra birbaşa of gəlirsə orada which, how many, how much istifadə edə bilərsiniz. Kimliyi soruşursa who ilə, vəzifəni soruşursa what ilə sual verirsiniz. Bitmiş zamanı sual verirsiniz how long, since when. Amma when, what time və how long ago'dan sonra bitmiş zaman istifadə etmirik. Onun əvəzinə sadə keçmiş zamandan istifadə edirik. Zaman zərfləri twice a week, once a week, every week bu kimi zaman zərflərinə isə siz sualları verirsiniz how often-dan. Əsas məsələ bir də cümlənin quruluşuna fikir verməkdir. Sual sözü, köməkçi fe'l, mübtəda, xəbər. Əgər mübtəda və onun təyini sual verirsə, sadəcə sual sözündən sonra birbaşa xəbərdən istifadə etmiş olacağıq uşaqlar. Yəni ümid edirəm ki, xüsusi sualla bağlı hər hansı bir məqam, yəni ki, çətin bir məqam qalmadı. Bir də onu qeyd edim ki, bəzən inkar formada da məsələn suallar ola bilər. Biz onu yadda saxlayın ki, not hissəciyini bu şəkildə yaza bilərik. Ya qısa formasını yaza bilirik. Can't you swim? Siz üzə bilmirsiniz. Baxın, inkar. Ya da can you not swim şəklində yaza bilərik. İnkarda olan bir cümlənin sualda istifadə edirsə. Amma can not you swim şəklində yaza bilmirik. Yəni cümlədə ya başda işlədiriksə qısa formasını istifadə etməliyik, ya da notu mübtədadan sonra istifadə etməliyik. Amma can və notu ayrı şəkildə cümlənin əvvəlində istifadə etməyiniz mümkün deyildir. Bu qaydanı da yadda saxlayın uşaqlar. Belə, ümid edirəm ki, xüsusi suallarla bağlı olan qaranlıq məqamları sizə çatdıra bildim. Videodan razı qaldıqsa bəyənməyi, like etməyi, abunə olmağı unutmayın. Qeyd etmiş olduğum Instagram səhifəsinə daxil olaraq onlayn dərslərimiz haqqında məlumat ala və yaxud da qoşula bilərsiniz. Ümid edirəm ki, videodan razı qaldınız. Sağ olun.